Bugün də bu mövzunu davam etdiririk. Qeyd elədik ki, insanın mənəvi gücünün əsas əlaməti insanın öz qəzəbinə hakim olmasıdır. Niyə məhz qəzəb, başqa xüsusiyyət yox? Deyirlər, ən güclü insan qəzəbinə hakim olan insandır. Niyə bütün xüsusiyyətlərin içində məhz qəzəbi vurğulayırlar? Ona görə ki, qəzəb bir sıra ünsürlərdən təşkil olunur. Qəzəb insanın daxilində olan bir çox xüsusiyyətlərdən xəbər verir. Qəzəb bir haldır, insan əsəbləşir, amma nəyi üzə çıxardır bu əsəb? O nəyi üzə çıxardır çox mühümdür. Daxildə nəsə var ki, insan qəzəblənir. Qəzəb daxildə olan xislətlərin ifadəsidir, üzə çıxmasıdır. Bir sıra xüsusiyyətin üzə çıxması qəzəb vasitəsilə olur. Ona görə insan qəzəbdən azad olmaqla çox şeylərdən azad olur. Qəzəbdən azad olmaqla bir çox xislətlərdən, xasiyyətlərdən təmizlənir, azad olur. İnsan niyə qəzəblənir? Biz bunu araşdırsaq görərik ki, qəzəbin kökü çox dərinə gedir. İçəridə nəsə çatışmazlıq var ki, üzə vurur, çıxardır qəzəb şəklində. İnsan birinə acıqlanır, birini təhqir eləyir, sərt danışır və yaxud heç acıqlanmasa da qəzəbi içinə tökür, içərdən özünü yeyir. Bunların hamısı insana ziyandır, insanın imanına zərbə vurur, insanın sağlamlığına zərbə vurur. İnsanın həm özünə zərbə vurur, həm başqaları ilə münasibətinə zərbə vurur. İnsanın ruhunu viran qoyur, bərbad vəziyyətə qoyur. Qəzəbli adam zahirən qüdrətli görünür. Nərə çəkir, qışqırır, gözləri qızarıb, üzü qızarıb. Baxırsan, güya ki, qəzəb güc nümayişidir. Güya ki, qəzəb güclülüyü göstərir, amma əksinə əslində tam əksidir. Qəzəb zəiflik əlamətidir. Qışqırmağına, göz ağartmağına baxma, əslində zəif adamdır ki, qəzəbinin əsiridir. Qəzəb insan zəifliyinin ən başlıca əlamətidir. Zəif insanlar daha çox əsəbləşir və əsəbləşməkdə daha çox zəiflədir insanı. Xidməti qarşılıqlıdır. Həm çox zəiflər əsəbləşir, həm əsəbləşdikcə zəifləyir. İnsanın belə bir təsiri var insanın ruhunda. Amma aram insan, güclü insan, qüvvətli insan qəzəbinə hakimdir. Məqsəd qəzəbi sırf bir üzə verməmək, üzə çıxartmamaq yox. Qüdrətli insan qəzəblənmir. Nəinki qəzəb gəlir, boğur, içində saxlayır, yox. Elə bir hal yaradıb ki, qəzəblənmir, istisna hallar var. Harada qəzəblənmək lazımdır, qismət olsa deyərik onu gələcək söhbətlərimizdə. Bir neçə yer var, orada qəzəb lazımdır. Amma güclü adamlar adətən qəzəblənmir. Qəzəbin əsarətindən azad olublar. Qəzəb nədən yaranır? Görsən bir içməli bir, məsələn, şirədir, kokteyldir, yazırlar tərkibi filan şeylərdən ibarətdir. Qəzəb də bir kokteyl desək, kokteyl biraz şirin bir şeydir, xoş bir şeydir. Bir zəhrimardır, zəhərdir ki, neçə ünsürdən təşkil olunub. Onun tərkibini araşdırsaq, neçə şey var qəzəbin tərkibində, neçə şey ola bilər. Biri və ən çətinlərindən biri ki, insanı qəzəbə vadar eləyir, dünya məhəbbətidir. Dünya məhəbbəti deyildikdə insanın özünü, öz bağlılıqlarını sevməsi nəzərdə tutulur, əslində dərin mənada. Ona görə hədis buyurur ki, hubbud dunya rə'su kulli xətiyyə. Buyurur ki, dünya məhəbbəti bütün pisliklərin rəs, yəni başıdır, əsasıdır. Bütün pislikləri bir evə yıxsan, o evin adı dünya məhəbbətidir. Dünya məhəbbəti bütün pisliklərin əsasıdır. Təkcə günaha çəkmir insanı, həm də səhvləri, xətaları dünya məhəbbətindən yaranır insanın. İnsanın xətaya düşməsinə, səhvə düşməsinə səbəb də, səhv etməsinə səbəb də dünya məhəbbətidir çox vaxt. İnsanın dünyanı sevməsi nə deməkdir? İnsan hər bir şeyə ifrat könül bağladısa, belə dünyadır. Dünya məhəbbəti deyəndə insan nəyəsə ifrat dərəcədə könül bağladısa, ona elə dünya deyə bilərik.
Bir insan birinci sırada oturur həmişə məsələn cemaat namazında. Birinci sırada oturur. Bir gün gəlir görür ki, bunun yerində kimsə oturur. Əsəbləşdisə, bunun birinci sıraya bağlılığı dünya məhəbbətidir. Baxma, zahirən ibadətə gəlib, namaza gəlib, zahiri ibadətdir. Amma birdə oturmaq istəyi bu təbiidir. Hədislərdə var, birinci sıranın savabı o qədər çoxdur ki, möminlər bilsələr nə qədər savabı var, püşk atarlar ki, kim keçsin otursun. O öz yerində savaba can atmaq niyyəti ilə insan birinci sırada otursun ki, savabım çox olsun. Amma biri birdən gəlib oturub sənin yerində qəzəblənirsənsə, bu artıq dünya məhəbbətidir. İbadətin birinci sırasına olan bağlılıq dünya məhəbbətidir. Dünya məhəbbəti bax bu minbər də ola bilər. Bəzisinin dünyası bu minbəridir. Dünya məhəbbəti deyəndə biz elə bilirik pul, maşın filan, amma fərqli şəkildə təzahür eləyir. Hərənin öz dünyası var. Dünyalar fərqlidir, bağlılıqlar fərqlidir. Dünya məhəbbəti çeşidli bir məfhumdur, geniş bir məfhumdur. Müxtəlif növləri var. Birinin haram sərvətə bağlılığı yoxdur, halalına var. Halal dünya malına ifrat bağlılıq dünya məhəbbətidir. Birinin mala biganədir, pula biganədir. Deyək ki, bunda dünya məhəbbəti yoxdur, xeyr. Ola bilsin ki, məqampərəst adamdır. Ola bilsin ki, şöhrətpərəst adamdır. Şöhrəti onun dünyasıdır. Adam var, ac qalsın, amma buna desinlər, buyur burada, buyur ora, buyur keç otur orada. Bunun xəstəliyi budur, bunun dərdi budur. Buna buyur desinlər, bunu ondan zövq alsın. Ola bilsin pula çox marağı yoxdur, amma şöhrətpərəstdir, bunun da dünyasıdır. Ola bilər birinin heç birinə əlaqəsi olmasın, amma çox istəyir ki, ancaq bunun qədrini bilsinlər. Lazım deyil buna məsələn yuxarı başa otuzdursunlar, amma bunun elədiyi yaxşılıqların qədrini bilsinlər, bu da bir növ dünyadır. Hey gileylənir ki, əlimin duzu yoxdur, kimə yaxşılıq eləyirəm, belə olur, filan olur. Bu da bir növ dünya məhəbbətidir. Allah özü iradə eləyib ki, ümumiyyətlə bunu yadda saxlayaq ki, ümumiyyətlə yaxşılıq eləyənlərin çoxunun qədri bilinmir dünyada. Allah bunu niyə eləyib ki, insan diqqətini Allaha yönəltsin. Yəni qədrini mən bilirəm, mən verəcəm, narahat olma. Yox, narahatsansa, əsəbləşirsənsə, o qədir bilmək, qədir hörmət istəmək özü dünya məhəbbətidir. Biri istəyir hamıdan qabaqda otursun, söhbət məkan mənasında yox. Biri bundan nədəsə qabaqdadırsa narahat olur. Bu, həsəd dünya məhəbbətinin təzahürüdür. Həmişə qəzəblidir bu insan. Kimdə həsəd var, o da dünya məhəbbətindən qaynaqlanır. Bir hissəsidir. Həmişə qəzəblidir. Bütün günü əsəbi haldadır. Biri bahalı maşınla keçir, deyir, buna bax, filan dünənin uşağı idi, bu indi belə. Biri birinə hörmət eləyirlər, deyir, buna bax, filan. Bütün günü deyinə gəzir. Heç kəsə də heç nə eləmir. O adamlar öz keyfindədir. O özünü içərdən yiyir və əsəbidir, qaşqabaqlıdır. Qabağına çıxan adamı acılayır. Çox pis xislətdir bu. Bilirsiniz, hansı uçuruma aparır adamı? Əli əleyhissalama düşmən eləyir. Həsəd. Yəni, bunun fəsadından bunu desək, bəs eləyər ki, insanı Həzrəti Əli əleyhissalama düşmən eləyər. Ki, bu misalı çox demişir ki, Əlinin düşmənlərindən biri Zübeyir idi. Əli əleyhissalam buyurdu ki, bunu həsəd bu günə qoydu. Həsəd bu günə qoydu. Əli əleyhissalama qarşı həsəd var idi. Həzrət Əli nəsihət eləyir onu Cəməl döyüşündə. Deyir, sən görürsən kimə qarşı dayanmısan? Xatırlayırsan, Peyğəmbər bir zaman demişdi ki, sən Əlinin qarşısında dayanacaqsan, yadına düşür, fikrə gedir. Əli əleyhissalam gör necə kömək eləyir ona. Bu hissi biraz zəifləyir, həsəd hissi. Deyir, yox, qayıtsam döyüşdən Bəsrənin qadınları mənə gülər. Şöhrətpərəstlik hissi. Deyər, bu döyüşdən yarımçıq qayıtdı.
Əleyhissalam dedi ki, sən bu günə qalmısan ki, 5 dənə qadının məsxərə eləməyi səni mənlə düşmən olmağa vadar eləyir. Biraz da düşüncəyə daldı. Görün, necə zuhur eləyir dünya məhəbbəti. Biri çıxır, yatır, başqa tərəfdən zuhur eləyir. Bəhanə axtarır Həzrət Əli ilə düşmən olmağa. Onu yatırdır, deyir, o gedim fikirləşim, oğlu gəlir qabağa. Həmin o, kim ki Muxtarnamə filminə baxıb, o məşhur orada tarixi obrazdır. Zübeyrin oğlu. Bax, həmin oğlu gəlir, qulağını doldurur. Bunun da ona bağlılığı olur. Axır sözün qısası qılınc çəkir Həzrət Əliyə qarşı. Sonra da ki, heç döyüşmür də çox. Elə özünü göstərir, keçir arxaya, nəsə vurub öldürürlər. Qətlə yetirirlər onu. Görün, müxtəlif çeşidlərinə baxın, bir məhəbbət necə gətirir, axırda adamı haqqa düşmən eləyir. O ki, Allah Quranda deyir, İbrahimə dedim, oğluvu qurban kəs, öz dostuna, gör nə qədər deməli, mühüm məsələymiş. Həzrət İbrahim əleyhissalam. Deməli, balaca məsələ deyil. Adamlar çoxdur ki, uşaqları onların bütüdür. Büt kimi uşağa yanaşırlar. Bəziləri üçün uşaq bütə çevrilib. Ay amandır bir şey olmasın, ay amandır belə olmasın. Bu ifrat dərəcədə bağlılıqdır. Başının üstündə elə bil ki, Allahı görmür, Allaha etiqadı zəifdir. O zaman ki, hansısa məhəbbət, Allah məhəbbəti qarşısında səddə çevrildi, onun adı dünyadır. Şəkili nə olur olsun. Oğul ola bilər, mal ola bilər, minbər ola bilər, təsbih ola bilər, nə bilim, nə olursa olsun. Kərbəlayı rütbəsi, Hacı rütbəsi, nə bilim, Məşədi rütbəsi, fərqi yoxdur. Hər hansı bir rütbə ki, insanla Allah arasında maniyə çevrilir, nə olur olsun, bu dünyadır. Adı nə olur olsun. Ana uşağını sevməlidir, bəli ki, sevməlidir, təbii ki, sevməlidir. Bütün insanlar uşaqlarını sevməlidir. İmam Hüseyin əleyhissalam övladlarını sevmirdi. Elə sevirdi, üzündən tuturdu saqqalından, Əli Əkbəri meydana göndərəndə həsrətlə baxırdı. Tarixə düşüb ki, necə həsrətlə baxırdı arxasıcan. Amma mane olmurdu vəzifəsini icra eləməyə. Bu məhəbbət. Yanmağına yanır. Allah da xoşlayır elə insan yansın övladına. Daş ürəkli adamlardır ki, balasını sevmir. O insan daş ürəklidir. Amma hansı həddə? Bir ana uşağını çox istəyir, uşağına görə həyat yoldaşının üstünə qışqırırsa, uşağa görə, kişi də əksinə, bu ifrat bağlılıqdır. Kişi də həmçinin, bu ifrat bağlılıqdır, insanın dünyapərəstliyinin təzahürüdür. Bütün yersiz bağlılıqların adını qoyduq dünya, biz qoymadıq, hədislər belə deyir. Bütün yersiz bağlılıqlar. İnsanı əsəbləşdirir. İstəyir bir şey çatmır, əlinə düşmür. Əsəbləşir. Əsəbləşir, əsəbini başqa yerdə göstərməyə başlayır. Yersiz bir bəhanə tapır. Evə gəlir, çay niyə gec gətirdin? Bunun dərdi çay dərdi deyil. Nəysə bir arzusu var idi, çatmayıb, əsəbi tökülüb içinə, indi gücü xanımına çatır. Qadın da elə. Nədənsə əsəbləşib, uşağının üstünə tökür. Həyat yoldaşının üstünə. Nə bəhanə gətirir, gətirsin, səbəb dünya məhəbbətidir. Çox böyük günahlara salır insanları. Övladların böyük bir qismi aqvaliden olublar günümüzdə. Quran məsələyə nə qədər həssas yanaşır, elə belə demir. Deyir, uf da demə bunlara, vəssalam, uf da demə. Deyir, yox, valla başa düşmür, belə danışır, elə danışır. Deyir ki, uf da demə, bir kəlmə. O səni qəzəbləndirəcək. Yəni, belədir ki, ümumiyyətlə nəsillər arasında fərq var. Onun davranışı bəzən səndən fərqli olur. Bir-birini insanlar qəzəbləndirəcək. Bu qaydadır. Bu qaçılmazdır. Bunlar hamısı Allahın imtihanlarıdır insan üçün. Hədisdə var ki, elə bir müdür yoxdur ki, rəhbər, işçi, müdür, kim olur olsun, yoxdur ki, işçisi onu qəzəbləndirməsin.
İmam Baqir əleyhissalam buyurur ki, mənim xidmətçilərim məni çox əsəbləşdirirlər. Mən əsəbimi udmaqla Allaha yaxınlaşıram. Yəni əsəbləşdirirlər bu mənada ki, məni əsəbləşdirən hərəkət eləyirlər ki, mən əsəbləşim, mən də əsəbləşmirəm, Allaha yaxınlaşıram. Bu səbəb olur ki, mən Allaha yaxınlaşım. Bəs biz bu Allaha necə yaxınlaşaq axı? Bəs biz Allaha necə yaxınlaşaq belə şeylərlə? Biz gəlmişik Allaha yaxınlaşaq, deyirik o olmasın, o məni istəndirir. Bunun hərəkəti mənim acığıma. Bəs nətər yaxınlaşaq, necə yaxınlaşaq Allaha? Bəs Allaha yaxınlaşmaq elə bu deməkdir. İşçiyə cəza verməyə, işçiyə cəza ver. Vəzifən cəza verməkdirsə cəza veri, əsəbləşmək niyə? Cəza verməlisənsə ver, islah olsun, tənbih elə. İçində nə baş verir? Məsələ, söhbət bundan gedir. İşçinin cəzası verilməlidirsə, işin qaydası, qanunu var, o cəzanı tətbiq elə. Hətta bəzən vəzifən səsi ucaltmaqdır. Biraz uzat. Tənbih eləmək. Onu da elə, içində aram ol. Aram ola özü əsəbliyə vur. Vəzifəm indi buna sərt danışmaqdır. Hani belə insan? Neçə dənə, bax burada namaz qılanlar var, onların içində belə adam var. Çox az saydadır. Bunun üçün gərək azad olaq, azad. Bağlılıqlarımızı qıraq. Qəzəb həyatımızdan geçsin ki, xoşbəxt olaq. Sözün əsl mənasında deyirəm valla. Qəzəbin izi həyatımızda qalmasın, deməli çox şey ürəyimizdən çıxıb və xoşbəxtik biz. Həyatımız şadlıq içində keçər, həyatımızda qəzəb olmasa. Heyfdir, çox heyfdir ki, insan ona ayrılan ömrü ona buna əsəbləşməklə başa vursun, geçsin. Qəzəbli halda özünə zərbə vursun, içini dağıtsın, heyfdir axı, ömür bunun sondur ki, insan əsəbi şəkildə bunu yaşasın, başa vursun. Əgər qəzəb varsa, nədənsə xəbər verir. Nədən xəbər verir? Dünya məhəbbətindən. Bu dəyərsiz dünyaya o qədər bağlanmışsan ki, özündən çıxardır səni. Dünya məhəbbəti də təkcə bir daha deyirəm, geyim deyil, maşın deyil. Müxtəlif şəkillərdə təzahür edir. Sərvətdir, məqamdır, şöhrətdir, həsəddir və s. Adam öz-özünə baxsın hirslənəndə. Doğrudan bunu səmimi deyə bilsə həll olunar. Desin ki, ayıbdır sənə, ayıbdır. Görsən nəyə görə hirslənirsən? Öz-özünə hərdən adam ayıbdır desə yaxşıdır. Desin yekə kişisən, ayıbdır. Utan özündən. Bəzən bunu demək bəsdir ki, xeyli biz düzələk, islah olaq, müalicə olunaq. Bir hədis deyim sizə, sözün bu yerində. İmam Cəfər Sadiq əleyhissalamdandır. Buyurur ki, ya şiətə Ali Muhammed. İnnehu leysə minna mən ləm yəmlik nəfsəhu indəl qəzəb. Buyurur ki, o kəs ki, qəzəb zamanı özünə hakim olmur, o biz əhl-i beytdən deyil. Bəs sizə, elə bundan da sözü tamamlamaq olardı. Bundan da demək olardı ki, qəzəb mövzusu bitdi. Da qalanını özünüz düşünün. Müraciət edir, deyir, ey əhl-i beyt tərəfdarları. Ey Peyğəmbər ailəsinin tərəfdarları, kimsə qəzəb vaxtında özünə hakim deyilsə, o biz əhl-i beytdən deyil, o bizdən deyil. Hər yerdə bu sözü demir, leysə minna, bizdən deyil. Bir neçə yerdə deyir, biri də budur. Görün nə qədər çirkin xüsusiyyətdir ki, insanı hardan uzaqlaşdırır? Əhl-i beytin vilayətindən, əhl-i beytin məhəbbətindən. O ki, insana nicat verən əsas amildir, əhl-i beyt vilayəti, qəzəb belə bir şeydir ki, ondan uzaqlaşdırır. Görürsən ki, soyuyursan, məhəbbətin zəifləyib xanım Fatimə Zəhraya, təəccüblənmə. Qəzəbləri yığışdır. Bu qədər ki, qəzəblənirsən, bunun nəticəsi bu da olmalıdır. Bu qəzəb səni Peyğəmbər ailəsindən uzaqlaşdırır.
İmam Rıza aleyhisselam buyurur: İnnel abd iza gazibe lem yara nefsehu ve cahile kadreh min izamil gazab. Buyurur ki, Allah'ın bəndəsi qəzəblənəndə özünü unudur, öz qədrini bilmir və özünü dəyərləndirmir. Yəni özünə dəyər verən adam qəzəblənməz. Qəzəbin içində bu söz var ki, bunu adam özünə deyir ki, mənə yaraşmır. Buna görə adam özünü deyə bir dəqiqə deyən özü özünə deyə. Niyə əsəbləşmirsən? O səbəbə baxanda adam xəcalət çəkməlidir. İmam Rıza buyurur ki, dəyərli adam, özünə qiymət verən adam qəzəblənməz. Yeri gəlmişkən deyim, qəzəbi yaradan bir ünsür də insanın özünə dəyər verməməsidir. Hədisdə ki, belə gəldi, bunu deyim. Ümumiyyətlə, günahların bir səbəbi də insanın özünə qiymət verməməsidir, izzət-i nəfsin olmamasıdır. Namazı əvvəl vaxtda qılmır, bilirsin, niyə özünə qiymət vermir? Allah buna dəyər verir, deyir, dur gəl səni gözləyirəm, gör nə qədər dəyər verir. Dur gəl ibadətə, sənin mənimlə danışmağın intizarındayım. Bu özünə qiymət vermir, deyir, məni kimdir sayın, mənim namazımdan nə olacaq, indi qıldım, sonra qıldım. Göylərdə buna dəyər verirlər, bu özünə qiymət vermir. İnsanın gərək izzəti olsun və izzətli insan, hədis buyurur ki, qəzəblənməz. Qəzəb insanı yüngül eləyir. Qəzəbli insana baxın, dəliyə oxşuyur. Adam xəcalət çəkir. Çək onun özünü, 5 dəqiqə sonra özünə göstər, vay vay, adam utanır ki, bu mən idim. Adamı dəyərdən salır, qiymətdən salır. Talıca buyurur ki, فَإِذَا حَفِزَ نَفْسَهُ وَعَرَفَ قَدْرَهُ وَسَكَنَ غَزَبَهُ. Buyurur ki, amma özünü qorusa, öz qədrini bilsə və qəzəbini sakitləşdirsə, kanət aqibətuhu kəlluqməti tayyibə əlləti əkələha. Deyir, bunun aqibəti bilirsiniz nə hal olur? Elə bil ki, qəzəbi boğmaq, elə bil ki, bir ləzzətli bir loxma yiyib, dadlı bir yemək yiyib. Gör nə ilə bağlı. Yəni acını şirinə çevirir. Onu udmaqla onun acılığı gedir. Elə bil ləzzətli, ləziz bir yemək yeyib. Necə yemək adamı gücləndirir, qəzəb boğmaq insanı gücləndirir. Acını şirinə çevirir. İndi ləzzətinə bax. Qəzəb gələndə başa sal özü ki, buna görə qəzəblənməyə dəyməz. Sakitləşdir özü. Sonra gör Allah qarşılığında nə qədər sənə ləzzət verir. Çox vaxtınızı almayayım. Bağlılıqları necə zəiflədək? Keçmişdə bunu demişəm. Qısa işarə edib keçirəm üstündən. Biz bir şeyə bağlanmışıqsa, o bağlılığı necə zəiflədək? Bir şeyə bağlanmışıqsa, onu çox yad eləməyək. Və qayda deyirəm sizə. Çox yad eləməyək. Bağlanmışsan, fikirləşdikcə bir şey haqqında enerjin tükənir, ona bağlılığın daha da artır. Sənin qəlbin filan şeyə bağlanıb, yaxşı bağlanıb. İndi özü öldürməyəcəksən ki, bağlanıb. Bəs neyiniyim? Deyir, bu bağlılığın haqqında oturub düşünmə çox. Çox yad eləmə, zikr eləmə onu. Yad eləmək istəyirsən, yaxşı şeyləri yad elə. Cənnətin sonsuz neymətlərini yad elə. Vallah, böyük bir hünərdir. İnsan otura, düşünə ki, əbədiyyət olacaq, cənnət olacaq, Quranın ayələri üzərində düşünə, məni filan şey gözləyir. Bax, bunu neçə nəfər eləyir burada? Bu nədən xəbər verir? Baxırsan, görürsən, bir insan bunun fikrindədirsə, çox az adam bunun fikrindədir. Səfası var onun ürəyinin. Amma yox, bağlılıqları var, çatmayıb, onlar üzərində hey düşünür. Bir şey yad eləmək bilirsin nəyə bənzəyir? Günəş işığı necə saçır, bitkilər düzəlir, böyüyür. Belə bir günəş işığı kimidir. Hansı bağlılığın üzərinə saçsa onu böyüdür. İstəyir müsbət bağlılıq olsun. Allaha, Haqqa, İmam Hüseynə, Həzrət Zəhraya, Peyğəmbərə. Ya da ki, belə deyək,
dünya məhəbbəti, dünya bağlılıqları. Yaxşı, bağlanmısan, çox düşünmə, fikri başqa şeyə məşğul elə. Çünki nə qədər düşünürsənsə, bağlılıq başlayır artmağa, böyüməyə.